Tradingdə qazandıran da, zərər etdirən də psixologiyadır, yazıb qardaşımız. Bu çox yanlış bir fikirdir, qətiyyən doğru bir fikir deyil. İzah edim nəyə görə? Psixologiya qazanmaq üçün deyil. Psixologiya qazandığınızı və belə deyək, qazandığınızı qorumaq üçün və daha çox zərər etmədən qorumaq üçün çox lazımdır. Qazanmaq üçün texniki analiz, bazarın mexanikası və bir çox amillər var əslində. Amma məsələn, belə deyək, iki ard-arda profit eləmişsiniz, qazanc əldə eləmişsiniz. Bu halda insan sevinir, yəni artıq belə deyək, strategiyasından da kənara çıxır. Yəni bu halda psixologiya çox önəmlidir ki, insan biraz səbirli olsun. Məsələn, strategiyasından kənara çıxmasın və yaxud da ki, 1-2 stopdan sonra, zərər eləyəndən sonra dayanmağı bacarmalıdır, öz belə deyək, nəfsini qorumağı bacarmalıdır, qəzəbini, yəni qıcığını söndürməyə bacarmalıdır. Bax, psixologiya bu işlər üçün çox yarayır və çox önəmli faktorlardan biridir. Amma işin bütün texniki tərəflərini biləndən sonra psixologiya yəni işə yarayır. Çünki onları bilməyəndən sonra psixologiya heç bir işə yaramayacaq, bir faydası da olmayacaq.